Xaqocan mənim qardaşım deyil, əmim oğlu deyil, dayım oğlu deyil. Adamın mənə də yaxşılığı deyil. Xaqocanın şəxsən mən Vətən müharibəsinin qazisiyəm. Mənim də evimdə yarımcan övladım var, xəstə övladım var. Yəni, 3-cü qrup əlil olan övladım var. Və bugünkü günləri adamın haqqı danılmazdır. Yenə deyirəm, Xaqocan haqqında pis fikirdə olan insanlar ki var, naburoz fikirdə, yəni düşüncədə olan insanlar ki var, onların şərəfində, qeyrətində, vicdanında, namusunda problem var. Yəni mən bunu açıq-aydın deyirəm. Kimsə inciyirsə bu sözümdən incisin, inciməyənlər də ki, mən bilirəm ki, düz sözə dəyər verən insanlar olacaqlar, düz sözümü təsdiqləyən insanlar olacaqlar, kommentariyada da yazacaqlar ki, qardaş, çox sağ ol, həqiqətən insanın, Xaqocan kimi insanın haqqı danılmazdır. Adam günündən, vaxtından, saatından, zamanından olur, vaxtını hara ayırır? Kasıblara, fəqirlərə, pis vəziyyətdə olan insanlara vaxtını ayırır. Çox sağ ol.